Bakının Yasamal rayonu Alatava qəsəbəsində tikinti iş aparan şirkət sakinlər evdə olduğu halda evi dağıdıb. Reallıq TV xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılır. Sözü gedən sakinlər şirkətin təklif etdiyi ödənişlə razılaşmadıkları üçün evi tərk etmirdilər. Hadisə yerinə xilasedicilər cəlb olunub. Daxili İşlər Nazirliyindən verilən məlumatda qeyd olunub ki, tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılır, araşdırma aparılır. Xatırladaq ki, sosial mediada Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə olduğu Melisa Qrup tikinti şirkəti tərəfindən söküntü işlərinin aparılması ilə bağlı görüntülər yayılır. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılır. Həmin görüntüləri təqdim edirik.